2022-ci il Kia K5. Qabaq bufer lazımdır maşına. Deməli 1.6 motordur. LXS komplektasiyadır. 59.600 yol gedib. 6.500 dirhəm. Deməli 1.700 dollar start qiymətlə aksiyonda satışdadır. Açarsız girişdir. Belə bir disk təkərdir. Deməli belə bir bagaj spoileridir avtomobildə. Gördüyünüz kimi. Deməli krıloda belə bir zədə var. Krılo bez kraska düzələcək. Bir dənə qabaq bufer lazımdır maşına. Bir də fara. Kapotda da balaca zədə var. Bura qısok kraska dəyəcək. Sağ-sol güzgü radardır. Zolaq tanımadır. Maşın 59.600 yol gedib. İşte vəziyyətdədir. Rulun deməli Sideniyanın stoykan airbagı atıb. Bir də diz airbag atıb. Kimə maraqlı olsa buyursun yazsın, bin nömrəsilə də yoxlaya bilərsiniz. Bu gün aksiyonda satışdadır. Ucuz qiymətə ala bilərik bu maşını.